Salam, hər vaxtınız xeyir olsun, gününüz uğurlu, bərəkətli, xoş başlasın. Necəsiz xanımlar? İnşallah yaxşı olasınız. Mən də şükür Allaha yaxşıyam. Neyinirsiniz, necəsiz? Yenə içmişəm. Yenə içmişəm, amma yenə gəldim. Suyumu içirəm. Çay dəmləmişəm, səhər-səhər durdum. 3-4'ten biraz ət var idi, kotlet elədim. Yarpağı bağladım. Yarpaqları burada bağladım. Belə. Üstünü örtdüm, qalsın belə. Xiyarı çıxartdım, suyu doldurdum, gülləri sulayacağım. Gözləyirəm biraz kölgə olsun sonra. Yeyinirsiniz, necəsiz? İnşallah yaxşı olasınız. Havada geçeydi artıq. İstiler geldi. Biz de elə oturmuşuq dünənləri. Oğlumun ad günüydü. Oturduk. Qeydilədik. Qeydilədik. Vəssalam. Şimdi hal-hazırda deyim sizə ona qalıb. Ona qalıb. Yemək hələ yeməmişəm. Saat 12'nin yarısında başlayacağım yemeğe. Yavaş-yavaş pəhrizdə demeyeyim kızlar. Yemeğime diqqət edirəm. Necə? İstədiyimi yeyirəm. İstədiyimi yeyirəm sizdə. Kim köklükdən əziyyət çəkirsə, bol su için. Doğrudan da bol su içmək insanı necə də arıqladır. İlk önce insan bedeninden ödeme çıxardır. Mən demək olar ki, hardasa 1-2 həftə bundan qabaqda başladım. İnanırsınız mənə, mənim üzümdə mən elə bildim kökəlmişəm o dərəcədə də, amma mən kök deyilmişəm. Qoymuşam, unu tökdüm, onu qoydum, aparacaqlar. Bağa aparacaqlar, lazım olur. Su içməmək insanı, belə deyim də, insan bədəndə ödəm saxlayır. Ona görə bax, mən su içəndən mənim bütün üzümdə, bədənimdə, bütün o ödəmlər keçdi, getdi. Hələ də su içirəm və çörəyimi azaltmışam, yeməyimi yeyirəm və bol-bol göy-göyərti, belə şeylər yemək lazımdır. Deyim ki, bəs bir də axşamlar yeməyimi azaltmışam. Həftənin bir günü də özümə belə şey verirəm. Ürəyim nə istəyir yeyirəm. Lap axşam da olsa yeyirəm. Onunla görürəm ki, yox, artıq güzgüdə görürəm ki, artıq evdəkilər də belə fikir verirlər ki, yəni arıqlamışam. Bir də bax, belə eləyim. Arıqlamaq istəyənlər. Yəni deyim ki, diyeta üçün ay parno yiyeyim, ay bunu eləyim, ay onu eləyim, yox. İdman eləyim, yox. O qədər idman eləmişəm, artıq istəmirəm idman eləmək. Hövsələm yoxdur, hövsələm daralır idmana. Amma yeməyimə biraz fikir verirəm. Birazdan hələ saat elə 10'da, hələ 12'nin yarısında, 12, elə ola bilər ki, 12'dən sonra yemək yeyeyim. Yəni istəmirəm də, istəmirəm. Və belə, siz neyinirsiniz, necəsiz, neynəmisiz, mənsiz, nə işləri görmüsünüz? Mən biraz işləyirəm yavaş-yavaş, evin içində çıxmadan. Bu ara iş haqqında videonun altında qoyacağım, link qoyacağım, keçid eləyərsiniz. Kim iş haqqında məlumat almaq istəyirsə, keçid eləyə bilər. Demək, qızlar, yavaş-yavaş hazırlaşım, düşüm, gedim, pesok alım. Ondan sonra gəlim, Qızılgül yoldaşım gətirib, onunla Qızılgüldən nə hazırlayacağım? Kompot, duz alım, duz da bitib, çünki yarpaq bağlamağa da duzum yoxdur. Bu da keçən dəfə qol çalmışdım özüm üçün. O qədər rahatdır ki, özü belə bir rəng götürdüm. 3 manat 50 qəpiyə. Çox rahatdır. Baxın belə. Bu
Qızım da ki mənim zakolkalarımı hamısını bax belə bu vəziyyətə qoyub. Hə, mən yavaş-yavaş onda hazırlaşım. Gedək bir yerdə hamımız. Gedək sizi aparım marketə. Baxım görüm nə var, nə yoxdur. Alım, gəlim. Saat 3-ün yarısı. İstiyin cırhacırında çıxıram məndə. Qızlar, bayaqdan evə gəldim. Birinci növbədə qazın içərisini silmək oldu. Çayın içərisində dolduracağım, qoyacağım qaynamağa. Elə bir şey almadım. Getdim elə düz yarım saatda gəldim. Bir dənə pesov götürdüm kompota görə. Bir də duz götürdüm. Çox gördüyünüz kimi fikir verdinizsə qazın qıraqlarını, buralarını təmiz elə də çox oynamadım da üstündə. Çünki axşam yenə yarpaq bağlayacağım. Bu qədər bağlamışam. Hə, bu qədər bağlamışam. Bunları bir dənə artıq rəngi də bozarır. Evdə şey yox idi, siz deyin. Pesok olmadığı üçün bağlaya bilmədim. İndi bir dənə bunu tez götürüm, kəsim, doğrayım, qoyum, yulsun. Ondan sonra banka tapım, bankaların içərisinə. Nə deyirlər ona? Bankaların içərisinə tökərəm, dolduraram. Ondan sonra qaynar su bağlayıb, kapok qaynatmıram mən. Bir dənə elə tökürəm, qaynar su tökəndən sonra qapağını bağlayıram, vəssalam qoyuram pişməyə. Qapağını belə baş aşağı qoyuram, vəssalam onunla da qutardı getdi. Belə yaxşıdır ki, qızlar. Əvvəllər kulokları orada burada saxlayırdım. Hələ bunun bir nə qədəri yuxarıda şeyin üstündə durur, kladovkada durur. Deyirəm, mən o hərdən fikirləşirəm, onu mən nəyə saxlayıram. Ancaq bunları işlədirəm də, at getsin də bunları. Siz nə boyda kulokdur, saxlamışam. Heyfim gəlir onu tullamağa. Niyə heyfim gəlir, mənim başım çıxmır. Neyniyəcəkdim, bir dənə şey götürüm. Belə. Gəlin sizi otusturum ştativə. Başlayaq bunları qayçı gətirim. Qayçı ilə kesək, doğrayaq. Qoyaq.
Kompotun bir balonunu bağladım. O birisi balon üçün çox az olduğu üçün ona görə 2 litrlik balon götürdüm. Nə əlavə eləmişəm, niyə belə rəngdədir, indi onu deyəcəm sizə. İndi bilənlər bilir, bilməyənlər üçün deyirəm ki, yəni bilsinlər qızlarımız. Deməli, nə edirəm? Hər 1 litrə 100, yəni yarım stakan pesok gedir. Onu bilirsiniz. İndi bəzi pesoklar elədir ki, şirinsi hal-hazırda heç yoxdur. Əvvəlin pesokları tamam başqa cür idi. Deməli, neyiniz? Hər litrə yarım stəkan. Biraz da 2 stəkan da eləyə bilərsiniz. Yəni, yarım litrə, 1 litrə yox ha, ümumiyyətcə bir balona. Mən məsəl üçün bir balona tökdüm, stəkan yarım pesok vurdum. Stəkan yarımın bir balaca, biraz artıq ola bilər ki, artıq olsun pesoku. Və yarım çay qaşığı limon duzu. Limon duzu nəyə görə vururuq? Onun rəngini çox qəşəng eləyir. Al-qırmızı rəngdə eləyir. Üzərinə qaynar su tökürsünüz, qapağını bağlayırsınız. Sterilizə olunmuş qapağı götürürsünüz. Ağzının qapağını bağlayırsınız və salam, qutardı, getdi. Bu da sizin kompotunuz. Soyur, qoyursunuz bir kənara. Qışda açırsınız, bəhbəhlə içirsiniz. Bunu açanda da ki, necə açıram? Götürürəm. Ələkdən birinci kompotu tökəndə ələkdən keçirdirəm ki, yarpaqlarım işaçılıq eləməsin də. Çox adam yarpağını sevmir. Ona görə yarpağını süzürəm və salam. İndi bax, burada məndə 2 litrlikdə 2 kiloluq banka düzdür. İndi bunun içərisinə 1 stəkan tökəcəm. İndi tam 1 stəkan olmadığı üçün indi şey eləyəcəm. Yenə əlavə eləyəcəm bir balaca da. Bir balaca da töküm elə belə. Gözə yarı. Biraz da limon tuzu. Biraz. Vəssalam. Şimdi çay da qaynasın. Tökəcəm. 2 balon bankamız, kompotumuz artıq hazırdır. Yavaş-yavaş qışa hazırlıq gedir. Deyirəm, təzə qışdan çıxmışıq. Artıq yay başlamayıb, biz qışlıq hazırlıqlar görürük. Belə qızlarım, kompotlarım hazırdır. İndi sabahları gedirəm salona. Saçımın bu qədər qalınlıqda saçım ağarıb. Gedim onu kraskalayım, boya eləyim. Ona görə də indi yemək bişirəcəm. 2 dənə kartofum var. Saatda çıxartdım. 2 dənə cəmi kartofum var. Bunu eləyəcəm. Sabahları da ki, alarıq da Allah kərim. Sabahları alarıq. Bunu doğrayacağım, təmizləyəcəm hələ ki. Ondan sonra bir də həm saçım gəlib, həm də ki, qaşlarım da Brejnev qaşlarına oxşuyur. Qızlar, gedəcəm qaşlarımı da sərgiyə salacağım. Elə bir ki, özüm saxladım ki, yəni forma verəndə qəşəng formaya düşsün. Bax belə. Məni görməsəz belə, dedim də, özümü dedim ki, bəs niyə görə salona gedəcəm. Nəsə dedim, təmizləsin o da. Bu havada qripləyib. İndiki xəstəliyi də yamandır. Özünüzü qoruyun, uşaqları qoruyun. Düz onsuz da qorumaqla deyil. Yəni, onsuz da tutan tutur. Tutan tutur. Şimdi bunu biraz sabaha eləyərəm, uzaqbaşı. Biraz toq çırpması da var.
Sabahlar bəlkə baxım görüm, evə gələrəm, görüm nə bişirirəm. Biraz da ət var, çəkilmiş ət var. Görüm ondan nə edirəm. Bu qədər. Düzü bir-iki dənə əlavə olsaydı lap əla olardı. Amma da yoxdur, mən neyəyək? Belə. Yeməyi pişirdim. Bax belə qovurma kimi çıxdı. Tez gedim qaçım. Quşları götürüm. Qaranlıqda artıq. Bunları götürüm. Sizinlə mən sağollaşım. Işığı yandıram. Deməyəm quşlarım, cücələrim, şirinlərim. Belə tutum ki, gözlərinə işıq düşməsin. Hə, gedim mən qızları, qızlar nə idi? Uşaqları aparım içəri. Hər birinizi öpürəm. Nə yaxşı ki varsınız. Gələn videolarda görüşmək ümidi ilə. Hələlik. Bu da mənim güllərim. Hələlik qızlar, hələlik. İnşallah görüşərik.